Salam, bizim Səda efirdədir. Studiyada mən Leyla Abbasova, kamera arxasında operator İbrahim, pult arxasında rejissor Orxan. Nəysə, hamılıqla xoş gördük sizləri. Ağaz necəsən? İşin gücün necədir? Yenə də efirə çıxırsan? Salam ay bacı, nətərsən? Hər şey qaydasındadır və yaxud da. Ay yoldaş, zəhmət olmasa yol verin keçim. Axı mənim növbəmdir. Bəli, gün ərzində tanıdıq, tanımadıq, dəxli yoxdur. Müxtəlif müraciət formaları ilə sözün yaxşı mənasında bir-birimizi yola verməyə çalışırıq. Tanıdığımız halda adını, soyadını çəkməklə, ay qız deməklə kifayətlənirik. Tanımadığımız halda isə ay bacı, xanım, xanım qız, ay qardaş, qaqaş, yoldaş, müəllim, bəy və sair və ilaxır kimi müraciət formalarından istifadə edirik. Amma deyim ki, bu da bir mədəniyyətdir. İstər tanıdığın şəxs olsun, istərsə də tanımadığın. İnsana gərək müraciət etməyi də bacarasan. Yəni, elə müraciət edəsən ki, etdiyin müraciət də cavabsız qalmaya. Elə mənim kimi. İbrahim, zəhmət olmasa məni iri planda göstər. Bax, belə. Müraciət, daha doğrusu xitab bir insanın digəri ilə quracağı diyaloqa bir növ keçiddir. Müraciət forması adətən cümlənin əvvəlində işlənir və xüsusi intonasiya, güclü hisslə tələffüz olunur. Müəllimdən tutmuş qardaşa, xanımdan tutmuş ay qız kəlməsinə kimi. Kimisə çağırırsansa, ya onun adını deyirsən, ya onun əlamətlendirirsən, ya qohum adı çəkirsən, bax. Ola bilər ki, məsəl üçün sənə desinlər əmi, dayı. Bəs siz necə? Həm söhbətinizə necə müraciət edirsiniz? Siz, yoxsa elə sadəlik, gözəllikdir deyib, sən deyə çağırırsınız? Kişidirsə bəy deyə müraciət edilir, qadınsa xanım. Tanımadığı adama məncə sizlə müraciət eləməlidir. Öz taytuşunsa qaqaşdır. Sorğudan da məlum olduğu kimi bizim cəmiyyətdə ən çox xanım, bəy, qardaş, yoldaş və bu kimi oxşar xitablar işlənir. Etiket qaydası olaraq, məsələn, xan, bəy, bəyzadə, xatun və digər ağabəyim müraciət formaları vardır. Amma ümumən xalq özü bizdə sosiallaşma çox güclü olduğuna görə bir-birinə ya bacı, ya qardaş, ya loru dildə isə qağa, qağam, bibi, xala deyə müraciət, əmi, dayı deyə müraciət edirlər. Nisbətən cavan və gənc nəslin müraciətində rus dilində qardaş mənasını verən brat sözü daha çox populyardır. Üstəlik çatana müəllim deməyin özü də bu qəbildəndir. Brat sözü onu adam beyninə batmır. Brat düzü Hind-Avropa mənşəli sözdür, bərabər, farsça bərabərdir, İngiliscə brazədir, rusca bratdır. Yəni, qeyb Hind dilinə çıxır. Yəni, Hind-Avropa dillərindən gəlmədi. Amma ki, o bizə uyğun deyil axı. Kim oldu, vəzifəsindən asılı olmayaraq ona müəllim dedilər. İstəyir bazarda işləsin, istəyir dükanda, istəyir universitetdə, fərqi yox, hamısı müəllim edir. Bir çoxlarının gənc qızlara ağaz və ya ağəz deyə çağırması əks tərəfdən mənfi qarşılanır. Belə vasitələrlə qadınlara müraciət olunarsa, bu heç də onların ürəyincə olmayacaq. Elə bir çox kişilər də ala, qaqaş və s. kimi bəzi xitabları bir mənalı qarşılamırlar. Böyüklərə siz, balacalara sən. Nə üçün? Nə üçün bu? Böyüklərə siz demək lazım. Tanımadığı insana siz demək lazım. Yəni siz deyəndə siz cəm şəkildə, belə topluluq. Yox, belə mədəniyyət sürətindən gəlsiniz siz. Mən mədəniyyət formasında yəni deyirəm. Mən fərqi yoxdur o, mənim üçün böyük də olsa, kiçik də olsa, öz yaşım da olsa, tanımadığım bir insana siz deyərək müraciət edirəm. Bundan başqa, bir çox regionlar özünə məxsus müraciət formaları ilə daha məşhurdular. Misal üçün, Gəncədə Ağəli, Qazaxda Qaqa, Bakılılar isə Qədeş və ya Qaqulya deyə xitab etməyi daha çox sevirlər. Qeyri-etik sayılsa da, əsasən Sumqayıt və Bakı gəncləri arasında yetim deyə cavanların bir-birinə müraciət etməsi də aktualdır. Yetim ata və anasız insanlara deyilsə də, bu onların xətrinə dəymir. Bəzən bir-birinə müraciətdə deyilə yetim. Bilirsiniz, mən bir şey deyim ki, gənclərin, orta yaşlıların da bunların öz danışığı var, hərənin öz danışığı var. Bəzi anlar var ki, onlara biz gəyə göz yumaq. Biz nə üçün? Çünki mən gəncin gəncliyini əlindən ala bilmərəm. Elə də olur ki, sevərkən böyük zövqlə insanlara heyvan adı ilə müraciət etməkdən xoşlanırıq. Məsələn,
Kimsə sevdiyi partnyora xoş olsun deyə ona ceyran, maral və s. deyir. Kimisi də nəfəsim, ürəyim və s. kimi anatomik adlarla müraciət edir. Mən də səni çox istəyirəm, mənim qaran quşum. Mənim aslanım. Mənim qaran quşum. Deyirlər ki, yer üzündə nə qədər insan var, elə bir o qədər də müraciət forması var. Onda belə çıxır ki, biri digərinə ürəyi istəyən kimi müraciət edə bilər də. Ay brat, ay qaqaş, adə, ay kişi, ala, Həmid, səhərdən sənə çağırmır. Hədə, bax bu deməkdir ki, elə kimsə kiməsə müraciət edirsə, elə öz adı ilə müraciət etsin. Bu da nəticə. Adil Rasimoğlu, Həmid Əhmədov, Lider TV. Deyirəm, bu rəssamlar doğrudan da möcüzə yaratmağı bacarırlar. Yetər ki, yaratmaq istədikləri əsəri yaşaya bilsinlər. Şəxsən təbiəti, gözəlliyi əks etdirən əsərlər məni həmişə cəlb edir. Bir baxışdan min baxışa vuruluram. İnsanı dəli edən döyüş səhnələri və yaxud da hansısa iblisin, şeytanın şər qüvvənin xeyir üzərində qələbəsini əks etdirən əsərləri isə görən gözüm yoxdur. Özümdən asılı olmayaraq ruhən sarsılmaq bir yana qalsın. Belə rəsmlərin negativ təsirindən gecələr də rahat yata bilmirəm. Yuxuma cin şeytan girir. Ötən gün əməkdaşımız Ayaz mənimlə mübahisə edir ki, sənin keçirdiyin bu hallar əslində xəstəlikdir. Əksər insanlarda bu sindrom var. Adını da belə qəribə deyir. Nə idi o adı? Hə, yadıma düşdü. Stendhal sindromu. Zərnişan Yusif 6 ildir rəssamlıqla məşğul olur. Deyir ki, elə rəsm əsərləri var ki, onlara baxanda insan valeh olur. Bir anlıq onu başqa duyğular bürüyür. Picasso-nun Guernica əsəri var ki, o bəlkə də onun şah əsəridir. Çünki orada müharibənin ən acı, ən belə faciəvi hissləri əks olunub. Ona baxanda, yəni ki, müharibənin ağır acısını hiss eləyirsən. Çox böyük bir işdir. Çox mənə təsir eləmişdi o iş. Yəni ki, elə bir iş idi ki, onun qarşısında insan özünü biraz belə balaca, acılız bəlkə də hiss eləyir. Zərnişanın dediyi sözlər birbaşa elmdə Stendhal sindromuna aiddir. Sindrom öz adına 19-cu əsrin məşhur yazıçısı Stendhalin adından götürülüb. Yazıcı 1817-ci ildə Neapol və Florensiya, Milandan Reggio'ya səyahət kitabında Florensiyaya necə gəlib çıxdığını duyğusallıqla qələmə alıb. Və deyilənlərə görə bu əsəri oxuyan insanlarda başqa duyğular formalaşır. Elə tip insanlar var ki, bu sindromdan əziyyət çəkən insanlar, bu proses onlarda uzun müddət davam edir və bir obyektdən digərinə keçir. Bu artıq patologiyadır. Yəni bu sindromdan konkret uzun müddət əziyyət çəkən insanlar bu bir obyekt ola bilməz. Tutaq ki, bugün bu əsərə valeh olacaq, 2 gündən sonra başqa bir əsərə valeh olacaq, ömrü də ancaq valeh olmaqla keçəcək. Stendhal tez-tez ürək döyüntüsünün artımı, baş fırlanması, halüsinasiya halları sindromun xarakterik cəhətləridir. Sindromun ilkin əlamətləri ilk dəfə Florensiyadakı Uffizi qalereyasına gələn insanlarda görünsə də, yalnız 1979-cu ildə İtalyan psixiatr Graciel Magherin tərəfindən təsdiq edilib. Belə ki, Graciel şəhərə gələn 100-dən çox turisti izləyib. Onlardakı qəribəlikləri aşkarlayıb və gördüklərindən belə qənaətə gəlib ki, insanlarda Stendhal sindromu var. Bununla da alim kitabında xəstəliyin təsnifatını və sindroma yoluxmuş insanın halını göstərir. Psixoloji olaraq dəyişilmə gedir insanda. Məsələn, o zaman insan girir muzeyə, görürsünüz ki, hansısa bir rəsm əsəridir və o 2 saat, 3 saat yanıb ona baxa bilər. Və kimsə ətrafda nəsə danışır, buna toxunurlar, bu heç nə hiss eləmir. Bu o qədər onun daxilinə girib, bu gözəlliyin daxilinə girib və başlayır orada əsərin içərisində olan məqamlarda özü də orada olur. Psixiatr Graciel qeyd edir ki, sindroma əsasən Amerika və Asiya qitəsindən gələn insanlar yoluxur. Çünki onlar fərqli mədəniyyətlə qarşılaşdıqda heyrətlərini gizlədə bilmir. Bu isə onların xarakterləri ilə bağlı olan bir məsələdir. Ümumilikdə isə bu xəstəliyə isterik insanların daha çox yoluxduğu məlum olub. Diaqnoza görə sindroma tutulan insanın emosiyaları dəhşətli dərəcədə güclü olur. Bu da normal insan üçün xarakterik deyil. Stendhal sindromu ilə bağlı hətta film belə çəkilib. Stendhal sindromu adlanan filmin rejissoru İtalyan Dario Argento'dur.
Film psixiatr Gracelli Magherini'nin romanı əsasında thriller janrında ekranlaşdırılıb. Ümumiyyətlə, alimlər bildirir ki, hər bir insan gözəllik vurğunudur. Bu sindroma yoluxma hər bir insanda baş verə bilər. Əsasən də əsəbi insanlardan. Amma Stendhal sindromunun aradan qaldırmaq mümkündür. Bunun üçün psixoloqla tez-tez ünsiyyətdə olmaq və həkimin təyin etdiyi müalicəni sonuna kimi yerinə yetirmək lazımdır. Ayaz Kazım, Rüfət Əliyev, Orxan Ədalətoğlu, Nurlan Şahbazov, Lider TV. Sən demə, insanı tanımaq üçün onun üzünə elə bircə dəfə baxmaq kifayət edər ki, onun iç yüzünü görəsən. Yəni, yaxından tanıya biləsən. İndi deyəcəksiniz ki, nə çox ekstrasens, üzünə baxmaqla ancaq onlar sənin kimliyindən xəbər verə bilərlər də. Bunu onlardan başqa kim bacarar ki? Amma mən deyirəm ki, bunu mən Leyla artıq bacarıram. Və təbii ki, əməkdaşımız Şəfiqənin köməkliyi ilə. Yox, biz tasda masda, kartda matda, suda muda fala baxıb tali oxuyanlardan deyilik. Heç Şəfiqənin də elə bir istedadı yoxdur. İnsanların iç yüzünü açmaq üçün bizim başqa metodlarımız var. Mənə qalsa sir kimi saxlayıb deməzdim. Amma Şəfiqə də ağzında söz durur ki, deyir qoy bizim bildiyimiz üsuldan hamı istifadə etsin ki, sabah kiminsə xəyanəti, kiminsə yalanları ilə qarşılaşanda niyə belə oldu? Axı sən belə deyildin, deyib şok keçirməsinlər. Bir sözlə adamını tanısınlar. Fiziognostika məhz insan cizgilərinə əsasən bütün bunları bəlli edən elmdir. Qədim Çindən qaynaqlanan bu elm öz aktuallığını günümüzdə də saxlamaqdadır. Bugün Çində insanın taleyini cizgilərindən oxuyan mütəxəssislər hələ də var. İşte yolunuz Çindən düşsə, bəxtinizi sınaya da bilərsiniz. Sözü çox uzatmadan mətləbə keçək və xəbər tutaq ki, üzümüzdə nə yazılıb? Üzünə baxanda insanın sifət quruluşundan, onun aurasından yaxşı, ya pis olduğunu hiss eləmək olar. Məncə mümkündür, hissiyatı güclü olan adamlar hiss eləyə bilərlər. İnsanların üzünə baxaraq bu insanın mülayim, sakit və ya aktiv bir insanını anlamaq mümkündür və o cürdə yanaşmaq olar insanlara. Əsasən bir dəfə üzə baxmaqla nəinki insanın xasiyyəti, hətta onun keçmişi və gələcəyindən də xəbər verən kəslərin ekstrasenslər olduğunu eşitmişik və bunun 6-cı hissiyat üzvünün inkişaf etməsi ilə bağlı olduğunu da bilirik. Psixoloqlar isə insanın üz cizgiləri ilə onun kimliyi və xarakter haqqında kifayət qədər məlumat almağın mümkün olduğunu deyirlər. Məsələn, tüksüz, iri, dairəvi formaya malik alın sahibinin cəsur və yüksək intellektə malik olmasından xəbər verir. Uzun sifət və eyni zamanda uzun alına malik insanlar isə qəddar hesab olunurlar. Dar alın insanın diqqətli, vaxta önəm verən, donqar alın isə təşəbbüskar, yola gedən insan kimi qəbul edilir. İnsanların hər hansısa bir sahədə xarakterini üz cizgilərindən oxumaq dedikdə bunların fizionomiyası, yəni alnının genişliyi və yaxud darlığı, gözlərinin rəngi, gözlərinin ölçüsü, sifətinin quruluşu, çənə, dodaqlar, burun, bunun kimi eyni zamanda bunu bədən hərəkətləri ilə də müəyyənləşdirirlər. Amma ümumiyyətlə sifətdə 4000-ə qədər kod var. Bunun keçərliliyi olan cəmi 7 dənə heyrətlənmədir, qorxudur, sevincdir, qəzəbdir. Yəni bunlar hamısı ümumi bütün irqindən, dinindən, cinsindən, milliyyətindən asılı olmayaraq bütün insanlara aiddir. Gözlər həyata baxış tərzini və stres vəziyyətindən davranış qaydalarını ortaya qoyur. Gözləri çuxurda olan insanlar ciddi və sirli olduğu halda, gözləri sifətə yaxın olanlar vasvası, qərarlı, ən xırda detallara önəm verən insanlardır. Gözlər dərində olduqda diqqətin cəmləşdirilməsi və yaxud da ki, geniş olduqda daha açıq ürəkli bir insan mənası kimi verən kodlar mövcuddur. Bir insana sual verirsinizsə, əgər həqiqəti xatırlamağa çalışırsa, sol və yuxarı küncə baxacaqdır. Yox, əgər sağ yuxarı küncə baxsa, o xəyal qurur, nəsə özündən quraşdırır deməkdir. Burun da sizin sirlərinizi aça bilər. Əyri və çıxıntılı burun əli açıq, iti uclu burunsa sərt insana işarədir. Enli burunlu insanlar iş həyatında özünə inamı olan insanlardır. Amma kobud və yalançıdırlar. Dar burunlu insanlar isə idarəçiliyi və zəhmətkeşliyi sevən insanlardır. Böyük burun insanı idealistliyi və lider olma istəyindən xəbər verir.
Dodaqlar insanların düşüncələrini ifadə etmə bacarığını ortaya qoyur. Sallaq və qalın dodaqlar insanların cömert olduğunu büruzə verirsə, incə dodaqlar az danışmağı sevən insanlardan xəbər verir. Belə dodaqlara sahib olan insanlar həm mühafizəkar, həm də etirazlı olurlar. Gündə bir söz eşitməsə, partlayan qulaqlar da sən demə sahibinin kimliyi haqqında xəbərçilik edə bilərmiş. Böyük qulaqlar insanın musiqi sahəsində bacarıqlı olmasına xəbər verir. Normal qulaqlar ciddilikdən xəbər verir. Başa birləşik qulaqlar isə cəmiyyət qaydalarına bağlılığın əsas göstəricisidir. Üz quruluşu insanın romantik olub olmamasından və ağıl səviyyəsindən xəbər tutmaqda bizlərə kömək edə bilir. Həddindən artıq uzun üzlü insanlar qürurlu, sifət quruluşu kök olan insanlar maddiyatçı, əyləncəyə, istirahətə düşkün, arıq üzlü insanlar isə dərin düşüncəli və diqqətli insanlar hesab olunurlar. Bütün bunlar öz yerində özünə dost, yoldaş, sirdaş axtarışında olanlara bu işdə nə qədər kömək edə bildik deyə bilmərik. Əsas olan odur ki, seçiminiz sizi aldatmasın. Əksinə, dəyər verdiyiniz şəxs bu dəyəri qiymətləndirən, həmişə sizinlə bir yerdə olmağı bacaran biri olsun. Necə deyərlər, dar gündə də, şad gündə də. Şəfqə Murad qızı, Rüfət Əliyev, Lider TV. Yay gələr, gəlməz insanları evdə tapmaq mümkün. Olmur ki, olmur. Kimin qapısını döyürsənsə, ya dağda olduğunu deyirlər, ya da bağda. Hər kəs istirahətini öz zövqünə və cibinə uyğun qurmağa çalışır. Bütün bunlar öz yerində. Amma deyəsən bu istirahətlərin, səfər və gəzintilərin yeniyetmə parkurçulara heç bir aidiyyatı yoxdur. Axı onlar qarşısına məqsəd qoyublar ki, bu yay dincəlmək söhbəti olmayacaq. Qışda kifayət qədər dincəlmişik. Çovğunda, qarda, boranda həyata keçirə bilmədiyimiz planlarımızı gerçəkləşdirməyin əsl vaxtıdır. Yəni parkur vaxtıdır. Bəs parkur sözü nədir? Deyənlərə isə bir sualımız var. Deyəsən siz bizim Sədanın buraxılışlarını diqqətlə izləmirsiniz axı. İzləsəydiniz ən azından parkurun yerdəyişmə, maneələri aşma sənəti olduğunu bilərdiniz. Nəysə, bu dəfəki parkurçular haqqında yalnız onu deyə bilərik ki, onları nəinki həvəskar, hətta peşəkar adlandırmaq belə azdır. İnanmırsınız? Onda diqqət ekranlara. Maraqlı əyləncə yoxsa idman növü? Parkurla məşğul olanlar həyatlarını onsuz təsəvvür edə bilmirlər. İddia edirlər ki, bu həm fiziki, həm də psixoloji baxımdan faydalı vərdişdir. Parkur da komponent, maneələr zolağı və əngəllər sənəti deməkdir. İlk dəfə David Bell və Sebastian Foucault tərəfindən yaradılan parkur ideologiyası bugün bütün dünyada məşhur küçə akrobatika növü hesab edilir. Parkurla məşğul olanlara isə tracerlər deyilir. Parkur 3 əsas aksioma üzərində qurulur. Təhlükəsizlik, effektivlik və sadəlik. Hər 3 amilə əməl edilərsə, peşəkar tracer kimi yetişmək mümkündür. Parkurla məşğul olmaq üçün yaş məhdudiyyəti qoyulmur, amma yaxşı olar ki, bu işə daha erkən vaxtlardan başlanılsın. Parkurla məşğul olan istənilən adam tezliklə inanılmaz nəticələr göstərə bilər. Yetər ki, intizamlı olub, öz imkanlarını qiymətləndirməyi bacarasan. Amma çoxları daha çox zədə almaqdan ehtiyat edib, parkurla məşğul olmaqdan çəkinirlər. Azərbaycanda bu sahəyə maraq elə də böyük olmasa da, az-çox gənc tracerləri şəhərin istənilən yerində görmək mümkündür. Yolla getdiyiniz zaman kiminsə qəfil tullanaraq qarşınızdan keçdiyini görsəniz, təəccüblənməyin. Onlar məşq edirlər. Parkurla məşğul olmaq üçün birinci lazımdır hansısa bir döyüş növünə məşğul olmaq. Azından fiziki güc sahibi olmaq lazımdır. Çünki judo, karate falan belə şeylər mütləq lazımdır ki, bədən qüvvəsi olsun, dözümü olsun. Ondan sonra akrobatika biraz lazımdır. Akrobatika ilə məşğul olmayanlar biraz çətinlik çəkir. Parkur həm də gələcəkdə hərbi xidmətə gedən oğlanlar üçün bir növ ibtidai fiziki hazırlıq səciyyəsi daşıyır. Parkurla məşğul olan hər bir yeniyetmə sonradan hərbi xidmət zamanı ona verilən bütün fiziki tapşırıqların öhdəsindən asanlıqla gələ bilir. Bu həm hərbi xidmətə qədər uşaqlara da lazımlıdır ki, məsələn, əsgərdə biz özümüz də əsgərdə olmuşuq. Maneələrdən keçmək filan, o şeyləri, maneələrləri aşmaq mütləq lazımlı bir şeydir ki, mən
və də tövsiyə edirəm ki, məsləhət verə bilərəm ki, mütləq parkurla məşğul olsunlar. Yəni bir mütləq baza açılmalıdır ki, uşaqlar cəlb olunsun. Xeyrin mən gördüm ki, əsgərdəki necə olur. Turnikdə hərəkətlər, filan çəkinmək, dartılmaq mütləq lazımlıdır şey. Parkur hələ yer üzünə insan ayağı dəyən müddətdən var. Buna halda parkurla məşğul olan bu gənclər iddia edirlər. Bundan əlavə, onlar hətta deyirlər ki, bu yaxınlarda parkur ekstrem idman növləri sırasındadır. Əslində isə parkur sərhəd tanımır, bütün dünya parkur meydançasıdır deyən treserlər tezliklə küçə sənətinin daha da kütləvi hal alacağına inanırlar. Onlara sadəcə dəstək lazımdır. Nəzərə alsaq ki, imkanları məhduddur. Məşq etdikləri məkan çox kiçik həm də yararsızdır. O zaman bu gənclərin küçələrdə məşq etməkdən başqa əlacları yoxdur. Deyirəm, bu gəncləri görəndə elə adamın özü də həvəsə gəlir. İstəyirəm bir mən də özümü sınayım. Nə deyirsiniz? Belə, indi nə dərəcədə yaxşı alındı, alınmadı deyə bilmərəm. Ona özünüz qiymət verin. Adil Rasimoğlu, Turab Məmmədov, Lider TV. Bizdən bu qədər. Artıq siz də parkurçuların neçə maneələri dəf etdiyini, insanların üz quruluşuna görə isə onların xarakterini bildiniz. Amma nə badə müraciət edərkən etik qaydaları pozasınız. Yoxsa Stendhal sindromu sizə pozitiv deyil, negativ təsirlərini göstərməli olacaq. Sağ olun, salamat qalın. Başda da daş. Budur, gəldi bahar fəsli. Üzdən utalar. Kör ağamda bu. Diqqətlə, yoxsa diqqətlə. Ağaz necəsən? Bu qız kimi idi. Ay, nə gözəl. Ruhən sarsılmaq bir yana qalsın. Nəfəsim çatmır, yaxşı sözdür. Sən kimə söz atmısan burada, qızım? Mən yazıq, mən qıraqda dururam. Sən mənim əlimdə qalacaqsan, hələ dur. Qoy efir qutarsın. Eybi yoxdur. Bunlar saç yolda çıxır, qırğına çıxırlar da. Birinin saçı olmayacaq, birinin qaşı. 2 dəqiqədən sonra da barışırlar. Elə bu. Bu qədərdir, hə?